Hər vaxtınız xeyir olsun bizim değerli YouTube izleyicilerimiz. Sizləri yeni kanalımızda doğrusu oyun kanalımızda sizləri yeniden hoş gördük. eFootball mobil oyununda növbəti ictimai videoda sizlərlə yeniden bir araya geldik. Bilirsiniz ki eFootball mobil oyunu Konami şirkəti yeni güncəlləmədən sonra Agüero veya Rooney paketini bizlərə təqdim etdi. Bu oyunun köhnə adı PES adının yubiley münasibəti ilə bizlərə təqdim etdi. Daha sonra bir neçə gündən sonra ən böyük güncəlləmə olacaq. eFootball mobil oyunu 2027 belə deyək yenilənmə versiyasına keçəcək. Hələ ki bu transfer paketləri bizə təqdim olunan transfer paketlərindən açılımlar etmək niyyətindəyik. Həmişəki kimi bizə dəstək olun. Videolarımıza, ictimai videolarımızı beğenin, paylaşın və kanalımıza abunə olmağı unutmayın. Və digər bir güncəlləmədən sonra digər bir paket də bizə təqdim olundu. Bu xəzinə zənciri paketidir. Burada müəyyən qədər epik destansı kartlar var. Rio Ferdinand, Rooney, Rio Ferdinand, Puyol, Van Basten və s. kimi epik kartlar bizə təqdim olunub. Bizə 50'dən çox 51 deyəsən 51 ədəd pulsuz açma haqqı tanıyıb eFootball mobil oyunu. 51 ədəddən hələ ki xeyli hissəsini biz istifadə etmişik. Növbəti xəzinə zənciri paketində görək bizə hər hansı bir oyuncu destansı və yaxud da epik kart çıxacaqmı? Sözləşmələr hissəsinə keçək. Burada ilk öncə gələk xəzinə zənciri paketinə. Bu xəzinə zənciri paketindən 250 ədəd oyuncu paketi var. Burada oyuncu paketindən ibarətdir. Bu 250 oyuncu paketindən 27 ədəd 27 açma haqqından istifadə etmişik, belə deyək. Və növbəti 32 açma haqqımız var. Daxil oluruq Trishue Link, yəni xəzinə zənciri paketi. eFootball mobil oyununun bizə təqdim etdiyi xəzinə zənciri paketindən növbəti açılımı edək. İstəyirəm ki ilk 10'lu və yaxud da ilk birinci açılımı edək, daha sonra ikinci açılımı edək, daha sonra 10-10 3 hissəyə bölməklə bu paketdən açılımlar edək. İlk açılımız görək uğurlu olacaqmı? Ya Allah, bismillah. Yəqin ki bu paketdən gələr. Yaşıl işıq yandı. Bu rəngli kartdır yoxsa? Yox, deyəsən elə rəngli kartdır, amma Arsenal'ın sol cinah müdafiəçisi Lewis Kelly. Demək olar ki ilk yaşıl işığı yandırdı Konami bizə. Daha sonra belə bir taktika həyata keçirək. Üçlü bir taktika və növbəti açılımda yəqin ki sadə bir kart bizə təqdim olundu. Bu açma haqqında da açma haqqından da istifadə etdik. Bir nəticə hasil olmadı. Çox təəssüflər olsun. Və bayaq dediyimiz kimi fikrimizdə qalırıq. 30 ədəd açma haqqımız var xəzinə zənciri paketindən. İlk 10'lu açılımı həyata keçirək. Ya Allah, İnşallah bu paketdən bizə xeyr. Adi rəngli kartlar da deyil. Bəlkə də söndü yaşıl rəngli kart, amma Robinson
heç də lazım olmayan sol cinah müdafiəçisi Robinson və daha sonra Koke. Bilirsiniz ki, Koke defansif orta mövqeyin oyuncusudur. Yarım müdafiə, yaşlı bir veterandır. Atletico Madridin oyuncusu. Mənə maraqlıdır ki, 20 açma haqqından 12-sini istifadə eləmişik. Ondan da öncə 27-sini deyəsə, 27-si yox, 17-sini istifadə eləmişik. Heç bir oyuncu gəlməyib. İnşallah gələr. Nə Van Basten digər hesabında gəlib. Carlos Puyol gələr inşallah. Rio Ferdinand gəlsə əla olar. Sneijder digər bir hesabda qarşıma çıxdı. Paketdən bu oyuncunu çıxarda bildim. Yan Koller gəlsə yaxşı olar. Hələ ki rəngli kartlar və standart kartlar gəlib. İlk onluda inşallah bu paketdən qarşımıza şans bizə çönərsə əgər, ən azından Carlos Puyol, Rio Ferdinand kimi kartlar, epik kartlar bizim şansımıza çıxar inşallah. Bir taktik yerinə yetirək. Belə bir taktik. Ya Allah. Heç olmasa bir epik kart gəlsin. Necə ola bilər ki bu? Aha. Kunde heç nə. Standart kartlarda yenə də bizim dəyərli YouTube abunəçilərimiz, dəyərli izləyicilərimiz, çox təəssüflər olsun. Necə ola bilər? 51 açma haqqı verilsin. Bircə belə deyək, epik kart gəlməsin. Bunları tək-tək açacağım. Ya Allah. Aha, yenə də rəngli kart. Rəngli kart da deyir, sadə kartdır. Əsas hesabımdır bu. Əsas hesabımda 250 oyuncudan ibarət xəzinə zənciri paketindən belə deyək, 50-sini artıq istifadə eləmişik. Bəli, 50-sini istifadə eləmişik. 50 açma haqqından necə ola bilər ki, bircə belə epik kart və yaxud da ki, digər bu kartlardan biri gəlməsin. Yenə də bu dəfə birbaşa inşallah gələr. Yenə gəlmədi. Adi standart kart. Ya Allah, bismillah. İlk 2 onluda heç nə gəlmədi. Maraqlısı budur. Yenə də heç nə gəlmədi. Standart adi kart. 7 açma haqqı qaldı. Maraqlısı odur ki, 52 açma haqqından istifadə etmişik. 52 ədəd, 52 dənə açma haqqından istifadə etmişik. Heç birində şans bizə gülməyib. Rio Ferdinand gələdə axırda bir final olada. Ya Allah, bismillah. Yenə də adi bir standart kart. Yəni ən azından fikirləşirəm ki, izləyicilərimiz heç olmasa bu videoya, ictimai videoya baxanda bir ümid bəsləsinlər ki, epik kart gələcək. Gəlməsə biabırçılıq. İnşallah gələr. Konami bizə bu acını yaşatma, necə deyərlər. Ya Allah. Aha, gəlmədi. Çox təəssüflər olsun. Son 5 açma haqqı. Bir dənə taktik yerinə yetirək, görək nə olur. Sonuncu dəfə. Yenə də bu 2 dənə rəngli kart verəndən sonra mən nəsə məndə ümid yaranmadı. Yəqin elə 2 dənə rəngli kartla kifayətləndi. Çox təəssüflər olsun. 4 açma haqqımız qalıb. 250 oyunçuluq paketdən 55 ədəd açma haqqından istifadə etmişik. Bircə
belə kart bizə nəsib olmayıb. Bəlkə də sonda gələcək, bilmək olmaz. Yenə də standart kart. Çox təəssüflər olsun. Ümidlərimiz tükənir, dəyərli izləyicilərimiz. Yenə də adi bir vəziyyətdə taktik denəmədən gəlmədi. Çox təəssüflər olsun. Necə ola bilər ki, 57 açma haqqından biri bizim şansımıza çıxmasın. Sonuncu 2 yenə də standart kart. Çıxmadı. Yenə də rəngli kart. Belə də yoxdur. Bəlkə sonda nəsə. Ya Allah, Bismillah, ya Allah, Bismillah, ya Allah, Bismillah. Çıxmadı. Çox təəssüf bizim dəyərli YouTube izləyicilərimiz. Maraqlısı odur ki, necə ola bilər ki, 50 buradan 59 açma haqqından bir dənə epik kart vermədi bizə. Çox təəssüflər olsun, çox. Nə bilim. Könül istərdi ki, sevinək, sizlər də sevindirək. Ən azından Rio Ferdinand, Carlos Puyol kimi oyuncular gəlsin, amma gəlmədi. Çox təəssüflər olsun. Hələlik bir daha ictimai videolarımız sizlər üçün maraq kəsb edirsə videomuzu bəyəndim eləyin, paylaşın və kanalımıza abunə olmağı unutmayın. Hələlik Allah amanında.